döyüşlərə qatılan qəhrəman oğlanlardan biridir Natiq Əliyev, sevindiyi oğlu. Bugün 1-ci Qarabağ müharibəsi şəhidi Ağdərə rayonunun Sırxavənd kəndindən olan Ağdərə rayon polis şöbəsinin əməkdaşı Əliyev Natiq Sevindik oğlunun doğum günüdür. 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən ağır döyüşlər zamanı şəhid olan Natiq Əliyev vətən uğrunda canından keçən qəhrəman oğullarımızdan biridir. O 1-ci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə xalqımızın yaddaşında əbədi iz qoyub. Bugün hava şəraitinin yağışlı və qarlı olmasına baxmayaraq Bərdə rayon polis şöbəsinin bütün əməkdaşları şəhidimizin məzarını ziyarət ediblər. Ziyarət zamanı məzar üzərinə gül dəstələri qoyulub, şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib. Bugün mənim qardaşım Əliyev Natiq Sevindik oğlunun doğum günüdür. Həmən gün münasibəti ilə Bərdə rayon polis şöbəsinin rəisi Ənvər müəllimin təşəbbüsü ilə həmən şöbənin əməkdaşları bugün onun doğum gününü qeyd edirlər. Onlara mən dərin minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar, çox var olsunlar. Bugün onlar mənim qardaşımın doğum günündə bu yağışlı havada gəlib onun doğum gününü qeyd edirlər. Çox sağ olsunlar, çox var olsunlar. Həmişə onlar şəhid ailələrinə, şəhid ailələrinin yanındadırlar. Onlara can sağlığı arzulayıram. Mənim qardaşım da 1990-cı ildən 94-cü ilə qədər bu torpaqlar uğrunda vuruşubdur. Öz qəhrəmanlığını göstəribdir. Onun döyüş yoldaşları, onunla vuruşan oğlanlar bunun hamısını bilirlər. Mən də bir qardaş kimi bugün onun doğum günündə gəlib qeyd edən insanlara yenə də öz minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar, çox var olsunlar. Allah köməklərində dursun. Mən Əliyev Oruç, Ağdərə rayonunun İmarət Qərvənd kəndindənəm. 2 il biz bir yerdə Ağdərə ərazisində, Ağdam, Ağdərə, Goranboy ərazisində döyüşlərdə yaxından iştirak eləmişdik. Natiq qəhrəman döyüşçü olubdur. Natiq deyərəm ki, Azərbaycanın igid oğlanlarından biri olubdur. Onun ən axırıncı günü, o birlərini demirəm, axırıncı günü göstərdiyi qəhrəmanlıqlar elə böyük süzayətə malikdir. Ona görə də mən demək istəyirəm ki, qoy belə qəhrəman oğlanlar bizim şairlərimiz, yazıçılarımız, ədiblərimiz tərəfindən nəzərdə saxlanılsın, gələcək nəsilə örnək olsun. Bu qəhrəmanlar bizim əsərlərimizdə yaşamalıdır. Bizim xalqımızın qəlbində biz nə qədər ki varıq, bu qəhrəmanlar yaşayacaqdır. Bizim qəlbimizdə yaşayır hamısı. Allah Teala'dan bütün şəhidlərimizə rəhmət diləyirəm. Qalanlara can sağlığı, onların ailə üzvlərinə dərin hüzrə baş sağlığı verirəm. Deyirəm, yerin behişt olsun, əziz qardaşım. Bugünkü günü yəqin ki bizim şəhid qardaşlarımız da görmək istəyərdi. Azərbaycanın torpaqlarının azad olunması günün, xalqımızın, millətimizin azadlığı günü. Bu bayramı bizim şəhid qardaşlarımız da görsə daha yaxşı olardı. Daha yaxşı olardı. Mən Allahdan yenə də qəni-qəni rəhmət diləyirəm. Qalanlara can sağlığı. Allah cəmi şəhidlərimizə, Allah hamısının ruhunu şad etsin. Mən də bayaq yenə qeyd elədim, yəni Natiq həqiqətən qəhrəman olur. Bunun qəhrəmanlığı danılmazdır. Bunun o 3 il, 4 il keçdiyi döyüş yolları, keçdiyi ağır səngərlər. Düzdür, bugün mənim bircə, məsələn, istədiyim odur ki, mənim qardaşım, yəni o keçirdiyi döyüş yollarında o əziyyətlər, o vuruşduğu gördüyü işlərin qarşısında məsələn onu qiymətləndirilmir.
Hani 94-cü il avqust ayının 28-də ona milli qəhrəman adı verilmək üçün təqdimat göndərilib Ağdərə polis şöbəsi. Amma həmən ad bu gündə hələ elan olunmur. Ona 10 ildən sonra igidliyə görə medal verir. Yəni bu günləri bizim əsas devlətimizdən, devlət başçımızdan, Ali Başkomandanımızdan Natiqin adı əbədiləşdirmək üçün təzədən onun sənədləri, nə bilim, arxiv sənədləri yoxlanılmalıdır. Qəhrəmanlar heç vaxt unudulmur. Natiq Qasımova, Vaqif Qəmbərova, 33 ildən sonra Pəncəli Teymurova, onlar 30 ildən, 15 ildən sonra öz layiqli adlarını alırlar. Ben ona əminəm ki, Natiq Əliyev də həmən milli qəhrəman adını nə vaxtsa alıyıq devlətimiz tərəfindən. Çox sağ olun, yenə minnətdaram. Allah köməyinizdə dursun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidimizin qardaşı Əliyev Elşə sevindik oğlu Bərdə rayon polis şöbəsinin reisi Ənvər Həsənov başda olmaqla bütün polis əməkdaşlarına göstərilən diqqət və ehtirama görə öz dərin təşəkkürünü bildirib. Kanal 21 kollektivi olaraq 1-ci Qarabağ müharibəsi şəhidi Əliyev Natiq sevindik oğluna Allahdan rəhmət diləyir, ruhu şad olsun deyirik.